İnsan bu həyata nə üçün doğulur? Təbii ki, bir məqsəd var, yeganə bir məqsəd. İnsan nəfsindən arınsın. Təhsil alır, böyüyür, işləyir, müəyyən səviyyələrə çatır. Ancaq arxada bir əsas məqsəd var, insan özünü tanısın, özünün həqiqi mahiyyətini dərk eləsin. İnsanın bu məqsədə çatması üçün ən böyük maneə nəfsdir. Nəfsin arınması ilə bağlı bütün dövrlərdə böyük mütəfəkkirlər, dahi söz ustadları müəyyən ideyalar irəli sürüblər. Məsələn, daha çox klassik yazarlara nəzər salsaq, onların bütün əsərlərinin batini mənalarında insanın özünü tanıması məsələsi qoyulur. Çünki insan çox böyük bir varlıqdır. İnsan böyük bir əmanət daşıyır, Yaradanın əmanətini və insan ona nə üçün çata bilmir? İnsanla onun həqiqi mahiyyəti olan ruhu arasında böyük bir maneə var. O maneənin adı nəfsdir. Nəfsin aşağı tərəfi var, yuxarı tərəfi var. Aşağı tərəf insanı dünyanın bütün oyunlarına cəlb edir və insan o oyunlara o qədər cəlb olunur ki, özünün həqiqi missiyasını unutmuş olur. Böyük klassiklər, Nizami, məsələn, Nizami deyir ki, özünü şərh edib özünü öyrən. Ol öz qəlbinin sirrini açar, belə mərifət qəlbə nur saçar. İnsan qəlbinin sirrinin açarı olmalıdır. Qəlbin sirri insanın irrasional sahəsidir. İnsan ağlı ilə dünyanı qəbul edir, dünyanı anlayır, dünyanı araşdırır, maddi həyatı öyrənir. Ancaq irrasional sahə, metafiziki aləmdə insanın artıq qəlbinin duyğuları işləməlidir ki, insan özünü dərk eləsin, özünü anlasın. Və Nəsimiyə baxsaq, Nəsimi deyir ki, insan nəfsini çox böyük bir fenomen olan nağıllardakı divlərin obrazı ilə ifadə edir. Deyir, div rəcimin atıdır, əmmarə nəfsin mərkəbi. Tərk eylə divin atını, yapışma onun yalından. Mərkəb yük daşıyan heyvan deməkdir. Əmmarə nəfs, yəni ən aşağı səviyyədə duran nəfs, əmr edən nəfs deməkdir. Orta səviyyədə insanlar nəfs-i əmmarənin yedəyində gedirlər, mərkəbində, yəni onun üzərində gedirlər. Dünyanın bütün oyunları onun üçündür və insan bu mərkəbi, bu divin atını tərk eləməlidir ki, öz həqiqi mahiyyətinə vara bilsin. İnsan hər gün öz nəfsinin arınması yolu ilə addımlamalıdır. Ramazan ayı isə bu iş üçün ən doğru, ən uyğun olan bir aydır ki, insan bəlkə də 11 ayda unudur o işi görməyə. Bu ayda isə insanlar daha çox səfərbər olurlar, daha çox öz nəfslərinin necəliyinin fərqinə varırlar və 11 ayda elədiyi səhvləri bu ayda insan unutmalıdır. Unutmalıdır ki, bundan sonra gələn zamanda artıq əvvəlkindən daha yüksək olsun, əvvəlkindən daha çox özünün kimliyinin fərqinə vara bilsin və insan öz qəlbi ilə ünsiyyət qura bilərsə, öz mənəvi aləminə addım atdıqca insanın aldığı həzz, insanın yaşadığı sevinç və sevgi hissləri dünyanın heç bir həzzi ilə müqayisə oluna bilməz. Ona görə də insan, unutqan mənasını verən insan unutqanlıqdan çıxır. İnsan özü öz içində özünə oyanır. Oyanır ki, ruhunun həqiqi mahiyyətində, varoluşunda özünü kəşf etsin. Ən böyük kəşf bu dünyada özünü kəşf etməkdir. Özünü kəşf edən insan hər şeyin fövqündə öz mövcudluğunu tapır. Və Nizaminin bizə ötürdüyü bütün həqiqətlər, digər klassiklərin ötürdükləri həqiqi biliklər məhz insanın özünü kəşf etməsidir. Özünü kəşf edən insan dünyanın fövqündə, varoluşunda yaşamağı bacarır. Bu ay elə bir gözəl fürsətdir ki, hər bir insan, hər bir vətəndaş öz nəfsi ilə mücadilə edib özünün həqiqi qalibiyyətinə çatmasını arzu edirəm.
hər insan o xoşbəxtliyin zirvəsinə qalxa bilsin. Bu mübarək ay gözəl bir fürsət olsun sizin üçün.